geyimi təqdim etmək üçün bu qədər erotik hərəkətlərə, bu qədər ehtirasa ehtiyac yoxdur. Modelin işi geyimi təqdim etməkdir, öz vücudunu deyil. Ona görə də geyim təqdim edən bir qadının sinəsini, arxasını iri planda göstərmək bu nə reklamdır, nə də geyim təqdimatıdır, nə də model işidir. Siz bir baxın dünyaca məşhur, peşəkar modellərə. Görün geyindikləri paltarları necə təqdim edirlər. Əlbəttə ki, geyimləri təqdim edən model fotosesiya etdirəndə, yaxud bir videorolik çəkdirəndə müxtəlif maraqlı pozalardan istifadə edə bilər. Cazibəli, gözəl pozalar olmalıdır. Bu da model işinin bir parçasıdır. Amma bu pozaların bir məzmunu olmalıdır. Yəni, sizə baxan izləyicidə ehtiras yaranmamalıdır. İzləyicilərin bütün diqqəti təqdim etdiyiniz paltara yönəlməlidir.